Benim arzum odur ki bunu teşkil edenlere, bura gelenlere, uşaqlı böylü, ağsaqqallı, ağbirçəyli, qocalı cahıllı, hamısına can sağlığı arzulayıram. Allah belə tortlardan heç kəsə qismət eləməsin. Allah gözəl şənliklər eləsin. Mən Azərbaycanın balasıyam. 76 yaşıma geçirəm indi. Mən həmişə arzulayıram ki, elimiz, obamız yaxşı olsun, ağsaqqallı olsun, ağbirçəkli olsun, cavanlar olsun, birbirini eşitsin. Can sağlığı ilə. Allah hamı xoşbəxt olsun. Ne deyirəm? Amin, amin. Allah hamının canı sağ eləsin. Ben burada təşkil eləyən, bu şənliyi də okuyan, oynayan, Allah hamısının canı sağ eləsin. Balaların, özlərinin canı sağ eləsinlər. Mən də onu təşkil eləyən oğlana, Elşənə, onun yanındakilara, hamısına can sağlığı arzulayıram. Dövlətimizin baxtısına, Cəbrayılın rayonunun icra hakimiyyətlərinə deyirəm ki, bütün şəhidləri Sağ olun, sağ olun, çok sağ olun. 93'te ölen şehitler, 92'de ölen şehitler, 91'de ölen şehitler, 94'te ölen şehitler, 44. müharibiyede gece sabaha kadar yatmadım. Dedim görün benim oğlum vuruşan yerden çekiliş verecekler mi? Verdiler. Taşbaşı postunda benim oğlum şehit olmuştu. Hiçbir analara Allah şehitlik göstermesin. Amin. Ben düz bir il o taşına yatıp durmuşam. Hamı da bilir, eləyir de. Hiçbir hükümetten hiç ne ummamışım hiç kesin. Allah canlarını sağ eləsin, Allah mehriban eləsin, Allah prezidentimize can sağlığı. Bunu teşkil edenlere de Allah borç eləsin. Oğlumun da yüreğinde 2 tane kalbe girdi. Benim xahişim odur ki, həmişə mehriban eləsin. Sağ olsun Qumraq cemaatı, Dərzili, Məstalı bəyli, Kavdarlı, Çala bəylər, Əcbalxanlı, hamısı Süleymanlı, Muratlı, hamısı məhləkətdir. Allah onların da canlarını sağ eləsin, canlarına dəyməsin. Bunu təşkil edən oğlanın da atasını, anasını rəhmət eləsin, babasını rəhmət eləsin, elli obasına. Allah canınızı sağ eləsin. Həmişə bax belə şən yerlərdə gəzin, deyin, gülün, danışın. Çox sağ olun. Bu tortu sizin sağlığınızı kəsirəm. Rövşənin böyün ad günüdür. Ona görə deyin, şən desin. Sağ olun. Allah canınızı sağ eləsin. Allah rəhmət eləsin, Allah ruhun şad eləsin. Sənin Allah canını sağ eləsin. Bax belə hazırlıqlı gəlmisən. Sağ ol. Allah sağ ömür versin. Çox sağ ol. Qədəmlərin var olsun. Həmişə məclislər başında olasan. Şamal xala. Ben bir olay arzulayıram ki, gör Allah bana ne kadar sabır verirse, 31 ildir ben bir tane dört kesmemişim, bir şey eləmemişim. Ama bunu bir nefer kadın konuşumdu. Kobudan. Dedim ki böyle, dedik gördüm. O adam bunu hazırladı, gece getti verdi bana. O da sağ olsun. Allah senin de canını sağ eləsin. Allah balalarına borc eləsin. Sağ ol ana, sağ ol. Borç kəsəsin, şəndən əsər. Allah rəhmət eləsin Şamal xala. Məkanı cənnət olsun. Allah səbir versin sizə. Allah bu işi təşkil edənlər köməyində olur. Allah sizi yardımcı dünyanın bir de müharibə olur. Olmasın. Allah sana sağlıklı ömür versin. Ben derim bir de müharibə. Əziz Qumlaq əhli, hər birinizi salamlayıram. Mən Şamlı Veşən Bəhliloğlu, Cəbrayıl rayon Qumlaq kəndindənəm. Noyabr ayının 22-sindən Cəbrayılda Sultanlı kəndində iş fəaliyyətindəyəm. Sultanlıya gəldiyim gündən bəri 22 dənə Cəbrayıl kəndi çəkmişəm, 165 dənə də şəhidimizi çəkib paylaşmışam. Allah Teala hər birinizə uzun ömürlər versin, can sağlığı versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Teala qazilərimizə, ordumuza,
hadiçələrimizə can sağlığı versin. Allah Teala bu məclisi təşkil edən təşkilatçılarında valideynlərinə rəhmət eləsin, özlərinə can sağlığı versin, övladlarının canını sağ eləsin. Allah Teala bizlərə, biz Qumlaq cəmaatına, bütün qaçqınlarımıza, köçkünlərimizə öz kəndimizdə, öz yurdumuzda yaşamağı qismət eləsin. Allah Teala burada iştirak edənin hamısı Cəbrayıllıdır. Mən Cəbrayıllı olmağımla fəxr edirəm, Qumlaqlı olmağımla fəxr edirəm, Bəhlulun oğlu olmağımla fəxr edirəm. Allah Teala sizləri var eləsin. Həmişə bax belə gözəl günlərdə görüşək. Kəndimizdə çalğılı, belə deyək, toy şənliyi olsun hər zaman. Bir-birimizi dəstəkləyək. Mən də fəxr edirəm ki, bu elin, bu torpağın oğluyam. Hər biriniz xoş gəlmişsiniz vətənimizə, torpağımıza. Var olasınız. Kaşınma yol atandım, taleyime nur satandım. Kaşınma yol atandım, taleyime nur satandım. Kazalı hep hasanlayım, anam benim, aman benim. Kazalı hep hasandım, anam benim, aman benim. Şəhidin köhnəsi yenisi olmur. O, həqiqətən, o söz o qədər ürəyimə toxundu. Şəhid şəhiddir. Biz deyəndə demirik ki, Allah şəhidə rəhmət eləsin. Deyib sonra deyir ki, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. İnanın ki, heç vaxt, heç kəs unutmur. Nə əvvəlki şəhidləri, nə indiki şəhidləri, anam. Allah bütün şəhidlərə rəhmət eləsin. Öpürəm sənin əllərindən. Allah sizləri qorusun. Biz o şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində bugün bu torpaqda deyirik, gülürük, əylənirik. Onların sayəsindədir. Yəni fəxrimizdir.
biz neynəsək, bax sizin qarşınızda neynəsək belə azdır. Cəbrayıl cəmaatına, Qumlaq sakinlərini salamlayıram. Hər birinizi xoş gördük və çox sağ olun ki, bizi də dəvət elədiniz. Bizim üçün də fəxirdir. Mənim üçün bu xüsusi bir fəxirdir. Sizin üçün ümumiyyətcə 2 qat bayramdır. 31 ildən sonra, 34 il, ne uzun illərdən sonra sən bu torpaqlara ayaq basmısan. Mənim özüm gələndən buradan key kimiyəm. Yəni mən illərlə uşaqlıqdan bunun xəyalını qura-qura. Çünki sizin kimi vətən həsrəti çəkən biri də bizim evdə olub. Mən özüm Kəlbəcərliyəm. Atam ömür boyu Kəlbəcər deyə ağlayıbdır. Yəni şükür həqiqətən bugünə ki, bugün biz bu torpaqlarda deyirik, gülürük, əylənirik. Bundan sonra da həmişə xeyir işlərə toplaşaq buradan. Və o gün olsun ki, elə gözəl evlər qurulsun burada, tikilsin. Gözəl şərait olsun. Və mən burada Qumlağın ilk oyunu gəlim özüm çəkim. Bu mənim üçün fəxr olar. Qumlaq cəmaatından bax, xahiş eləyirəm. Burada ilk toyu gözləyirəm sizdən. Bəli, toy başı sizsiz. İnşallah ki, mən də gəlib çəkəcəm. Yaxşımı? Gözləyirəm. Başda anam olmaqla hər birinizi bir daha xoş gördük. Ya çağıram, o vaxtda çağıracağım. Bəli, bax, bu tədbiri təşkil edən təşkilatçılarımız var. Onlara təşəkkür edirəm. Həqiqətən çox gözəl təşkil olunubdu. Hamının arzusu, istəyi var idi ki, gəlib torpağını görsün və çox da mükəmməl şəkildə oldu. Hər biriniz var olun və sağ olun ki, bizi də dəvət elədiniz. Mən operatoruma da çox sağ ol deyirəm, ailəsinə də çox sağ ol deyirəm. Elə təşkilatçılığımız çox sağ olun. Həqiqət deyirəm, var olun, çox gözəl. Müharibə olmaz. Dünya düzlük yaran. Sıkıntı boyanmaz. Gör ne deyir, gör ne deyir vaxtında. İndi ona göre de bugünkü gün elə bilirəm ki, mən həmən qutunun böyründə durmuşam. Həmən təminat eləyirəm ki, balalarımın hesabına, sizin hesabınıza, gələnlərin hesabına, bunu təşkil eləyənlərin hesabına. Kızım, 31 ildir mənim oğlum ölüb, bir adam mənim qapım açdı. Ne oldu, qarasında? Sağ ol Şamal qardaş. Sənin bu məclisdə alqıçay olmağın bizə çox xoş oldu. Ona Allah can sağlığı versin. Bugün burada bizim olmağımızın hesap səbəbi, bu torpağa ayağımızı basıb, neçə ildir gəlirik, Almandan gəlirik, gedirik, ziyarət edirik. Azərbaycan, hər canda sən vuran ürək, azad torpaq, azad vətən, azadlığı çox ibarət. Hamını bir nəfər kimi o həyətdə ay orada hamı oynayır ki, həyət orada. İndi Məmməd, çıxaq çölə, müsahibəmiz yoxdur. Çaldığımız biraz. Yox, toy deyil. Sadəcə olaraq Cəbrayıl rayonu Qumlaq kəndində bura sakinlərinin gəlişidir, ilk görüşüdür. Durun oynayın, durun. Cima təşəkkür. Aralar açsınlar, vətən həsrəti. Buradan da çek. Çekmesen yoksa. Ha, bir tane çekiyor. Yok, böyle.
kəndi. Bakın satın öterdi. Allah size de. Sağ ol. Eşq olsun Cəbrayıllara. Məmməd qohumdur. Biri yazın. Həyatın özəti Zəhra. Kurga gir, kurga. Kurga gir. Ana tut. Basma iki yere ya. Ekran tıklayın, ekran tıklayın. Ekranı beğen. Çəkilsə gedəlməyəsin. Ya maşın ora çıxmayacaq. Yağış yağır. Dedim apara bir siz ödeyi ora. Çəkilsə. Tıklayın yoldaşlar, tıklayın. Tıklayın yoldaşlar, tıklayın. Kurban olun,